Yallah, ya Məhəmməd yəni. Sadə və mürəkkəb cümlənin fərqləndirilməsi. Yəni biz hardan bilərik bu cümlə sadə cümlədir? Hardan bilərik bu cümlə mürəkkəb cümlədir? Baxın, sadə cümlənin deyirlər bir qrammatik əsası olur. Təbii ki, burada qrammatik əsas deyəndə mübtəda xəbər nəzərdə tutulur. Yəni sadə cümlənin bir mübtəda bir xəbəri olur. Belə deyirlər. Mürəkkəb cümlənin isə iki və daha artıq mübtəda xəbəri olur. Təbii ki, yəni istifadə olunan bu tərif doğrudur, amma məhdud doğrudur. Necə? Yəni təkcə bir mübtəda bir xəbər məsələsi deyil. Ümumiyyətlə bilmək lazımdır ki, sadə cümlənin bir qrammatik əsası olur deyəndə bir söykənəcək yeri olur. Bir növ lor formada bunu belə başa düşün. Mürəkkəb cümlənin isə iki və daha artıq söykənəcək yeri olur. Məsələn, sadə cümlənin düsturu, baxın bu düsturlardır. Əgər cümlədə 3-4 dənə, məsələn 2 dənə olar, 3 dənə olar, 4 dənə olar, 5 dənə olar mübtəda var və həmin 3-4 mübtəda bir dənə xəbərlə bağlıdırsa, yəni bir söykənəcək yeri var da, deməli həmin cümlə sadə cümlədir. Baxın, Əli, Azər, Nihat evə gəldi. Nə etdi? Gəldilər. Nə etdi? Gəldilər xəbər. Kim? Əli. Kim? Azər. Kim? Nihat. Əli, Azər, Nihat 3 dənə mübtədadır və bu 3 mübtəda bu cümlədə bircə ilə xəbərlə bağlıdır. Əli gəldi, Azər gəldi, Nihat gəldi. Əgər 3-4 mübtəda ümumiyyətlə 3, 4, 5, 6 fərq yoxdur. Mübtəda bircə ilə xəbərlə bağlısa, həmin cümlə sadə cümlə hesab olunur. Yaxud da digərinə baxaq. Əli bizə gəldi, evi təmizlədi və dərsini oxudu. Əgər cümlədə 3-4 xəbər varsa və o 3-4 xəbər bir mübtəda ilə bağlıdırsa, deməli o da sadə cümlə hesab olunacaq. Məsələn, Əli bizə gəldi, nə etdi, gəldi xəbər, kim, Əli mübtəda, evi təmizlədi, nə etdi, təmizlədi xəbər, kim, Əli, yenə də evi təmizləyən də Əlidir, dərsini oxudu, nə etdi, oxudu xəbər, kim, Əli. Bax, Əli gəldi, Əli təmizlədi, Əli oxudu. 3 dənə xəbər bircə gilə mübtəda ilə, Əli mübtədası ilə bağlıdır. Deməli bu da sadə cümlədir. Qısa konkret desək, əgər cümlədə 3, 4, 5, 6 mübtəda varsa və o mübtədaların hamısı bircə gilə xəbərlə bağlıdırsa, o cümlə sadə cümlə hesab olunur. Yaxud da tərsinə, cümlədə 3, 4, 5, 6 xəbər var və həmin xəbərlərin hamısı bircə gilə mübtəda ilə bağlıdırsa, o da sadə cümlədir. Yəni niyə? Çünki bunların söykənəcək bir yeri var da. Məsələn, bu 3-4 mübtədanın bir xəbərə söykənir. 3-4 xəbər burada da bir mübtədaya söykənir. Yəni bir qrammatik əsası var bunların. Deməli bu da sadə cümlədir. Yaxud da cümlədə bir mübtəda, bir xəbər varsa, o da sadə cümlədir. Məsələn, Əli evə gəldi. Nə etdi? Gəldi xəbər. Kim? Əli mübtəda. Baxın, bu cümlədə bir mübtəda, bir xəbər var. Evə zərflikdir o heç. Biz cümlənin sadə mürəkkəb olmağını müəyyənləşdirərkən müəllimlər ikinci dərəcəli üzvlərə fikir vermirik. Yəni ikinci dərəcəli üzvlər cümlənin sadə və mürəkkəb olmağında hər hansı bir rol oynamır. Əli evə gəldi, nə etdi, gəldi xəbər, kim, Əli mübtəda, evə hara zərflik. Cümlənin mübtədasında bir xəbər var. Deməli sadə cümlədir. Yaxud da Əli, Azər, Nihat evə gəldilər, nə etdi, gəldilər xəbər, kim, Əli, kim, Azər, kim, Nihat. 3 dənə mübtədanın bir xəbəri var. Baxın, 3 mübtəda bir xəbərlə bağlıda. Əli, Azər, Nihat üçü də mübtədadır ayrı-ayrı. İndi bu 3 mübtəda ayrı-ayrıda bir xəbərlə bağlıdır. Əli gəldi, Azər gəldi, Nihat gəldi. 3 mübtəda bir xəbərlə bağlıdırsa, o da sadə cümlədir. Yaxud da Əli bizə gəldi, evi təmizlədi və dərsi oxudu. Gələn də Əlidir, evi təmizləyən də Əlidir, dərsi oxuyan da Əlidir. Yəni Əli gəldi, Əli təmizlədi, Əli oxudu. Baxın, burada da 3 xəbər bir mübtəda ilə bağlıdır. Deməli bu da sadə cümlədir. Ya da cümlədə təkcə bir xəbər varsa, o da sadə cümlədir. Evə gəldilər. Nə etdilər? Gəldilər xəbər. Hara evə zərflik. Bir dənə xəbər var. Yəni mübtəda yoxdur. Deməli bu da sadə cümlədir. Qısa konkret. Sadə cümlənin düsturu belədir. Əgər cümlədə bir mübtəda, yenə də deyirəm, cümlənin sadə mürəkkəb olmağında ikinci dərəcəli üzvlərə baxılmır. Yəni tamamlıq təyin zərfliyə baxılmır. Tamamlıq təyin zərflik 50 dənə də olsa, o cümlə əgər sadədirsə, yəni sadə cümlənin tərkibində də 50 dənə tamamlıq təyin zərflik ola bilər, mürəkkəbin də tərkibində. Yəni rol oynamır o. Tamamlıq təyin zərflik cümlənin sadə və yaxud da mürəkkəb cümlə olmasında rol oynamır. Yəni məsələn cümlədə
tamamlıq təyin zərflik yoxdursa, ona mən sadə cümlə, yaxud da varsa ona mürəkkəb cümlə demirəm. Qısa konkret. Tamamlıq təyin zərflik cümlədə olsa da olmasa da həmin cümlə sadə də ola bilər, mürəkkəb də ola bilər. Biz cümlənin sadə, mürəkkəb olmağını müəyyən eləmək üçün mübtada və xəbərə fikir verməliyik. Əgər cümlədə bir mübtada, bir xəbər varsa, yəni o deməkdir ki, həmin cümlənin bir qrammatik əsası var və həmin cümlə sadə cümlədir. Əli evə gəldi. Nə etdi? Gəldi xəbər. Kim gəlib? Əli mübtada. Bu cümlədə bir mübtada var, bir xəbər. Evədə zərflikdir. Bu cümlədə bir mübtada, bir xəbər varsa, deməli bu sadə cümlədir. Sonra Əli, Azər, Nihat evə gəldilər. Nə etdilər? Gəldilər xəbər. Kim? Əli mübtada. Kim? Azər mübtada. Kim? Nihat mübtada. Burada 3 mübtada bircə ilə xəbərlə bağlıdır. Əli gəldi, Azər gəldi, Nihat gəldi. 3 mübtada bir xəbərdən bağlıdırsa, fikir verin, bu yəni bu o demək ki, bu 3 mübtadanın bir söykənəcək yeri var da, bir dənə xəbərlə bağlıdır. Əli gəldi, Azər gəldi, Nihat gəldi. Deməli bu da sadə cümlədir onda. Nə demişdim? Tərif nə idi? Düstur. Mübtada 3-4 dən mübtada bir xəbərdən bağlı olanda sadə cümlə olur yenə. Yaxud da tərsinə. 3-4 xəbər bir mübtada ilə bağlı olanda yenə də sadə olur. Baxın, Əli bizə gəldi. Nə etdi? Gəldi xəbər. Kim? Əli mübtada. Evi təmizlədi. Nə etdi? Təmizlədi xəbər. Kim? Əli. Təmizləyən də Əlidir də, mübtada. Dərsini oxudu. Nə etdi? Oxudu xəbər. Kim? Əli. Yenə mübtada. Baxın. Əli gəldi. Əli təmizlədi. Əli oxudu. 3 dənə xəbər bir mübtada ilə bağlısa, bu da sadə cümlədir. Yaxud da cümlədə təkcə bir xəbər varsa, o da sadə cümlə. Evə gəldilər. Nə etdilər? Gəldilər xəbər. Har evə zərflik. Deməli, bu da sadə cümlədir. Yəni sadə cümlənin düsturu budur müəllimlər. Mürəkkəb cümləyə indi keçirik. Bəs mürəkkəb cümlə necə? Mürəkkəb cümlənin isə 2 və daha artıq qrammatik əsası olur. 2 və daha artıq qrammatik əsası olur. Yəni 2 və daha artıq mübtada xəbəri olur. Qrammatik əsası orada belə deyək. Bundan əlavə, məsələn belə deyim. 2 plus mübtada xəbər olur. Yəni qrammatik əsas. Bundan əlavə, əgər cümlənin daha doğrusu xəbəri fərqli şəxsdədirsə, cümlənin xəbəri fərqli şəxsdədirsə, yaxud da cümlənin xəbəri fərqli şəkildədirsə, yaxud da cümlənin biri ismi, biri feili xəbərdirsə, sonra cümlənin xəbəri feilin fərqli zamanlarındadırsa, deməli, həmin cümlələr nə olacaq? Həmin cümlələr mürəkkəb cümlə olacaq. Məsələn, baxın, əvvəlcə bu düstura baxaq. Yəni cümlənin 2 və daha artıq mübtada xəbəri varsa, mürəkkəb cümlədir. Deyirəm ki, Zaur dərsə hazır gəldi. Zaur dərsə hazır gəldi. Nihat isə hələ də gəlməmişdi. Bax, Zaur dərsə hazır gəldi. Gəldi, nə etdi? Gəldi xəbər. Kim? Zaur mübtada. Nihat isə hələ gəlməmişdi. Nə etməmişdi? Gəlməmişdi. Xəbər kim? Nihat mübtada. Baxın, bu cümlənin 2 dənə ayrı-ayrı mübtadası xəbər var.
Deməli, bu sadə yox, mürəkkəb cümlə olacaq artıq. 2 və də artıq mübtəda xəbəri varsa mürəkkəb cümlədir. Yaxud da isti başladı, soyuq bitdi. Ətraf güllərlə bəzəndi. İndi baxın. İsti başladı. Nə etdi? Başladı xəbər. Nə? İsti mübtəda. Soyuq bitdi. Nə etdi? Bitdi xəbər. Nə? Soyuq mübtəda. Ətraf güllərlə bəzəndi. Nə etdi? Bəzəndi xəbər. Nə? Ətraf mübtəda. Bu cümlənin neçə dənə mübtəda xəbəri var? 1, 2, 3 mübtəda xəbəri var. Deməli, bu cümlə mürəkkəb cümlədir. Deməli, cümlənin 2 və daha artıq mübtəda xəbəri varsa, həmin cümlə mürəkkəb cümlədir. İndi bu öz yerində. Keçdik digər düsturlara. Əgər deyir, cümlənin xəbəri fərqli şəxsdədirsə, o da mürəkkəb cümlə hesab olunacaq. Məsələn, deyirəm ki, dedim, gəlmədi. Baxın, dedim, kim deyib? Mən demişəm də birinci şəxsdədir. Düzdür, birinci şəxsin təkində. Gəlmədi, kim? O. Bu isə üçüncü şəxsdədir, üçüncü şəxsin təkində. Bax, birinci şəxsin təkindədir bu xəbər. Bu isə üçüncü şəxsin təkindədir. Deməli, xəbəri fərqli şəxsdədirsə, bu cümlə mürəkkəb cümlə olacaq artıq. Mürəkkəb cümlə olacaq. Eyni zamanda cümlənin xəbəri fərqli şəkildədirsə, feilin birlikdə şəkilləri var. Əmr şəkli, arzu şəkli, vacib şəkli, şərt şəkli. Həmin o feilin xəbəri, feilin fərqli şəkillərindədirsə, o da mürəkkəb cümlə olacaq artıq. Məsələn, deyirəm ki, deməli, deyirəm ki, oxumalısan dedi. Baxın, oxumalısan dedi. Oxumalısan vacib şəklindədir. Dedi isə xəbər şəklindədir. Deməli, bu cümlənin xəbərləri feilin fərqli şəkillərində oldu. Oxumalısan vacib şəklində oldu. Dedi xəbəri isə feilin xəbər şəklində oldu. Deməli, xəbərləri fərqli şəkillərdədirsə, bu da mürəkkəb cümlə olacaq artıq. Mürəkkəb. Yaxud da cümlələrin biri ismi, biri feili xəbərdirsə, o da mürəkkəb cümlə olacaq. Məsələn, Azər ağıllı oğlandır. Dərsini oxuyur. Baxın, Azər ağıllı oğlandır, dərsini oxuyur. Oğlandır xəbər, kim? Azər mübtəda, oxuyur nədir? Oxuyur xəbər, kim? Azər. Yəni, Azər oğlandır, Azər oxuyur. Baxın, bunların xəbərlərinə fikir. Biri oğlandır, ismi xəbərdir. İsmi xəbər. Oxuyur isə nədir? Bu isə feili xəbərdir. Deməli, xəbərin biri ismi xəbər, biri feili xəbərdirsə, mən buna da mürəkkəb cümlə deyirəm artıq. Çünki mürəkkəb cümlə xəbəri, biri ismi xəbər, biri feili xəbərdirsə, artıq o mürəkkəb cümlə hesab olunacaq. Eyni zamanda cümlənin xəbəri feilin fərqli zamanlarındadırsa, o da mürəkkəb cümlə olacaq. Məsələn, gəldim, gedəcəm, gedəcəm. Baxın, gedəcəyəm, hətta belə deyirəm. Gəldim, gedəcəyəm. Gəldim, keçmiş zamandadır. Gedəcəyəm, gələcək zamandadır. Cümlənin xəbərləri fərqli zamandadırsa, o da mürəkkəb cümlədir. Mürəkkəb cümlədir. Deməli, mürəkkəb cümlənin düsturları budur. Əgər cümlədə 2 və də artıq mübtəda xəbər varsa, mürəkkəb cümlədir. Yaxud da cümlənin xəbəri fərqli şəxsdədirsə, məsələn, biri birinci şəxsdə, biri üçüncü və yaxud da biri ikincidədir, biri üçüncü. Fərqli şəxsdədirsə, o da mürəkkəb cümlədir. Cümlənin birinin xəbəri ismi xəbərdirsə, biri feili xəbərdirsə xəbəri, o da mürəkkəb cümlədir. Cümlənin xəbəri feilin fərqli zamanlarındadırsa, o da mürəkkəb cümlədir. Yəni, biz bu formada
Bunları bir-birindən fərqləndirə bilərik. Deyir, könül yaz istəyir, talih qış deyir. İndi niyə görə bu cümlə mürəkkəb cümlədir? İstəyir nədir? İstəyir xəbər. Nə istəyir? Deməli, nə istəyir? Yazı istəyir də, düzdür? Tamamlıq. Nə? Könül mübtada. Talih qış deyir. Nədir? Deyir xəbər. Nə qış deyir? Talih mübtada. Qış da tamamlıqdır. Aha. Yəni qısa konkret desək, bu cümlənin neçə mübtadası xəbər var? 2 mübtada, 2 xəbər var. Deməli bu cümlə mürəkkəb cümlədir. 2 mübtada ki, bayaqki düsturlardan birincisi. Sonra faytonçuların hamısı məşğul idi. Kimisi idman edir, bir neçəsi yuyunur, bəziləri də paltarlarını səliqə ilə salırdılar. Baxaq, məşğul idi, necə idi? Məşğul idi xəbər. Kim? Faytonçuların hamısı mübtada. Kimisi idman edir. Nə edir? İdman edir xəbər. Kim? Kimisi mübtada. Artıq bu cümlənin 2 mübtada xəbəri oldu. Deməli mürəkkəb cümlə oldu. Bir neçəsi yuyunur. Nə edir? Yuyunur xəbər. Kim? Bir neçəsi mübtada. Artıq 3 mübtada xəbər oldu. Bəziləri də paltarlarını səliqəyə salırdı. Nə edirdi? Səliqəyə salırdı. Xəbər. Kim? Bəziləri mübtada. Bu 4 mübtada xəbər oldu. Deməli bu da mürəkkəb cümlədir. Yəni cümlənin mürəkkəb yaxud da sadə olduğunu bu formada biz rahatlıqla tapa bilərik. Məsələn, başqa test nümunələrimizə fikir verək. Ümumiyyətlə, hər hansı bir cümlənin tərkibinə fikir verək. Məsələn, deyir, 14-cü sual baxaq. Onlar yayda əmisinin Şamaqdakı bağ evində dincəlirdilər. Öz evləri isə şəhərdə idi. Nə edirlər? Dincəlirdilər xəbər. Kim? Onlar mübtada. Öz evləri isə şəhərdə idi. Hara dedi? Şəhərdə idi xəbər. Nə? Öz evləri mübtada. Bu cümlənin ayrı-ayrı mübtada xəbəri var. Deməli, mürəkkəb cümlədir. İndi bax, o da dayanmadan rəqs edir, gözləri sevincdən işıq saçırdı. Nə edirdi? İşıq saçırdı, xəbər. Nə? Gözləri mübtada. Nə edir? Rəqs edir, xəbər. Nə? Kim? O, mübtada. Ayrı-ayrı mübtada xəbəri var, deməli mürəkkəb cümlədir. Kərim rayonda yaşayan anasına baş çəkdi, çünki Novruz qabağı qohumlarla görüşüb bayramlaşmalı idi. Nə etməli idi? Bayramlaşmalı idi, xəbər. Kim bayramlaşmalı idi? Kərim mübtada. Baş çəkdi. Nə etdi? Baş çəkdi. Xəbər. Kim? Kərim mübtada. Baxın, bu iki xəbərin bircə ilə mübtadası var. Kərim. Düzdür. İndi görək bu sadə cümlədir, yoxsa mürəkkəb. Bəli, deyirdi ki, 3-4 xəbər bir mübtadaya bağlıdırsa, o sadə cümlə idi. Amma o zaman sadə olardı ki, xəbəri eyni zamanda olsun. Baxın, müəllimlər, burada incə bir məqam var. Elə bu bizim qarşımıza çıxdı. Baxın. Burada yazım qoy. Hə. Burada bir incə bir məqam var, müəllimlər. İncə bir məqam var. Xəbəri deyir ki, əgər fərqli şəxsdədirsə, deyirdik mürəkkəb cümlədir, düzdür. Amma məsələn, eyni şəxsdə olsa, olacaq sadə cümlə. Yəni, bunların əksi sadə cümlədir hamısı. Cümlənin xəbəri fərqli şəkildədirsə, mürəkkəb cümlədir. Amma eyni şəkildə onda olacaq sadə cümlə. Cümlənin biri ismi xəbər, biri fe'li xəbərdirsə mürəkkəbdir. Amma ikisi də ismi yaxud da ikisi də fe'li xəbərdirsə, o da olacaq sadə cümlə. Cümlənin xəbəri fe'lin fərqli zamanlarındadırsa mürəkkəb cümlədir. Amma eyni zamanlarında olsa olacaq sadə. Eyni zamanda. Deməli, bunlar mürəkkəbdirsə, bunların əksi sadə deməkdir. Baxın, burada da testdə deyir ki, o dayanmadan rəqs edir. Gözləri sevincdən işıq saçırdı. Bunu dedik, hə. C-yə baxaq. Kərim rayonda yaşayan anasına baş çəkdi. Nə etdi? Baş çəkdi. Kim? Kərim. Çünki Novruz qabağı qohumlarla görüşüb bayramlaşmalıdır. Nə etməlidir? Bayramlaşmalıdır. Xəbər. Kim? Kərim. Bu iki işin ikisində Kərim gördü. Baş çəkən də Kərimdir, bayramlaşan da Kərimdir. İndi görək bu xəbəri fərqli zamandadsa, fərqli şəkildədirsə, onda mən buna mürəkkəb cümlə deyəcəm. Eyni zamanda, eyni şəkildə olsa sadə cümlə deyəcəm. Baş çəkdi, dıdı keçmiş zamandadır və xəbər şəklindədir, keçmiş zamandadır. Xəbər şəklindədir, düzdür. Bayramlaşmalı, malıməli isə vacib şəklində oldu. Deməli, xəbərləri fərqli şəkillərdədir. Deməli, bu mürəkkəb cümlədir ona görə. Bu da mürəkkəb cümlədir. Fərqli şəkillər. Biri xəbərə baş çəkdi, xəbər şəklindədir. Bayramlaşmalıdır, malıməli, vacib şəklindədir. Ona görə mürəkkəb cümlədir.
Nə o bunu dindirsin, nə də mən ona bir söz deyim. Hə, bu da mürəkkəb cümlədir. 2 mübtəda, 2 xəbər var. İndi başqa nümunələrə fikir verək. Baxın, 13-cü suala baxaq. Tərkib hissələrindən yalnız intonasiya ilə bağlanmış dabəs mürəkkəb cümlə tapaq. Ümumiyyətlə mürəkkəb cümlənin mürəkkəb olmağına fikir verək. Nə qədər çalışsam da öyrənə bilmədim. Nə qədər çalışsam da öyrənə bilmədim. Aha. Baxın, çalışsam, sasə. Feilin şərt şəklində. Öyrənə bilmədim, dıdi, zaman şəkilcə. Feilin xəbər şəklində. Xəbəri fərqli şəkillərdədirsə, artıq bu mürəkkəb cümlədir. Nə gəldin, nə də kitabı göndərdin. Baxın, nə də gəldin, ikisi də gəldin və göndərdin. İkisi də feili xəbərdir. İkisi də keçmiş zamandadır. İkisi də xəbər şəklindədir. İkisi də eyni şəxsdədir. Sən gəldin, sən göndərdin. Baxın, hamısı eynidirsə, artıq bu sadə cümlə olacaq. Bu formada. Sonra nə deyirsən eləyək. Baxın, nə deyirsən sən, nə deyirsən biz eləyək. Xəbəri fərqli şəxslərcə deməli mürəkkəb cümlədir. Nəsə dedi, yaxşı başa düşmədim. O dedi, üçüncü şəxs. Mən başa düşmədim, birinci şəxs. Deməli, bu da getdi. Nəinki yaxınlarını, hətta uzaq qohumlarını çağırmışdılar. Yaxınlarını, hətta uzaq qohumlarını çağırmışdılar. Aha. Bu sadə cümlə. Niyyətə çağırmışdılar uzaq qohumlarını. Bir dənə xəbər var da bunun. Ona görə mən buna sadə deyəcəm. Bu formada biz sadə və mürəkkəb cümləni bir-birindən fərqləndirə bilərik. Deyir, dağın boz qayalardan ibarət olan ortası enli kəmər kimi qaralırdı. Nə edirdi? Qaralırdı xəbər. Nə? Dağın boz qayalardan ibarət olan ortası mübtada. Nə qaralırdı? Dağın boz qayalardan ibarət olan ortası mübtada. Enli kəmər kimi. Necə? Nətər də kəmər kimi zərflik. Necə kəmər enli, bu da təyin. Bu cümlədə bir mübtada, bir xəbər olduğuna görə sadə cümlədir. İkinci cümlə. Candar ağanın dayandığı yer birdən-birə günəşin nuruna qərq oldu. Nə oldu? Qərq oldu xəbər. Nəyə qərq oldu? Nəyə? Günəşin nuruna tamamlıq. Hara? Candar ağanın deməli birdən-birə günəşin nuruna qərq oldu. Yer, mübtada. Hansı yer? Candar ağanın dayandığı təyin. Birdən-birə, necə nətərsə birdən-birə zərflik. Bir mübtada, bir xəbər olduğuna görə bu da sadə cümlədir. Üçüncü cümlə. İri qırmızımtıl günəş ətəyini çapıq qayanın iti ucuna vura-vura dağın arxasında gözdən itirdi. Nə edirdi? Gözdən itirdi xəbər. Nə gözdən itirdi? Günəş, mübtada. Hansı günəş? İri günəş. Hansı günəş? Qırmızımtıl günəş. 2 dənə təyin. Ətəyini çapıq qayanın iti ucuna vura-vura. Necə, nə tərzdə gözdən itirdi? Deməli, ətəyini çapıq qayanın iti ucuna vura-vura harada? Dağın arxasında. Baxın, burada da cəmi bir mübtada var, bir xəbər. Ona görə bu da sadə cümlədir. Sonra anar meşədəki ağacları, kolları diqqətlə nəzərdən keçirirdi. Nə edir? Nəzərdən keçirirdi. Xəbər kim? Anar mübtada. Nəyə ağacları? Tamamlıq. Nəyə kolları? Tamamlıq. Diqqətlə necə nətərdə zərflik. Hansı ağaclar meşədəki təyin. Burada cəmi bir mübtada var, bir xəbər. Bu da sadə cümlədir. Sonra öz övladlıq borcunu dərindən dərk edən insanlar hər cür tərifə, alqışa layiqdirlər. Nədirlər? Layiqdirlər xəbər. Kim layiqdir? İnsanlar mübtada. Hansı insanlar? Öz övladlıq borcunu dərindən dərk edən təyin. Nəyə? Tərifə, tamamlıq. Nəyə? Alqışa, tamamlıq. Baxın, bir mübtada var, bir xəbər. Bu da sadə cümlədir. Deyəsən elə bunların hamısı sadə cümlə olacaq. 6-cı sual. Bayram bəyin qızı minagərdənli, uzun saçlı, qonur gözlü bir gözəl olmuşdur. Deməli, gözəl olmuşdur xəbər. Kim? Bayram bəyin qızı mübtada. Bir mübtada, bir xəbər var. Necə minagərdənli, necə uzun saçlı, necə qonur gözlü təyin. Bir mübtada, bir xəbər var. Bu da sadə cümlədir. Günəş dağın dalında gizlənmişdi. Yer yurd axşamın bozumtul kölgəsinə bürünmüşdü. Nə etmişdi? Gizlənmişdi. Nə? Günəş mübtada. Gizlənmişdi də xəbər.
Yer yurt axşamın bozuntul kölgəsinə bürünmüşdü. Nə etmişdi? Bürünmüşdü xəbər. Nə? Yer yurt mübtada. Bunun iki mübtada, iki xəbər var. Deməli bu cümlə mürəkkəb cümlədir artıq. Sonra istirahət günü olduğundan ailə üzvlərinin hamısı evdə idi. Harada idi? Evdə idi xəbər. Kim? Ailə üzvlərinin hamısı mübtada. Niyə? İstirahət günü olduğundan. Zərflik. Bir mübtada bir xəbər var, sadə cümlədir. Sonra mən günahlarımı yumaqdan ötürü gəlmişəm. Nə etmişəm? Gəlmişəm. Xəbər kim? Mən gəlmişəm mübtada. Niyə gəlmişəm? Nə məqsəddən gəlmişəm? Günahlarımı yumaqdan ötürü. Bu da zərflik. Bir mübtada var, bir xəbər. Bu da sadə cümlədir. 10-cu və sonuncu sual. Seyid Əzim Şirvaninin işlədiyi məclis məktəbini şəhərin ruhani idarələri himayə edirdi. Nə edirdi? Himayə edirdi. Xəbər. Kim himayə edirdi? Şəhərin ruhani idarələri mübtada. Nəyi? Deməli, məclis məktəbini tamamlıq. Hansı məclis məktəbində Seyid Əzim Şirvaninin işlədiyi təyin. Bir mübtada bir xəbər var. Deməli, bu da sadə cümlədir. Deməli, müəllimlər, bizim sadə və mürəkkəb cümlə ilə bağlı